Mən bu cür xəbərlərlə rastlaşanda oturub bir anlıq illər boyu bizim ölkəmizin şəhidlərini, qazilərini, veteranlarını fikirləşirəm ki, 44 günlük müharibədə belə biz o boyda əziyyətlər çəkdik. Biz o boyda qardaşları şəhid verdik. Bizim o boyda qazi qardaşlarımız əlini, qolunu, ayağını, gözünü, sağlamlığını itirdi. Veteran qardaşlarımız o boyda əziyyətlər çəkdi. Hər şey buna görə idi. Sülh bağladınız, dinmədik. Onlara neft göndərdiniz, dinmədik. Amma Xocalı soyqırımında bizim o yaşlı, günahsız, o hamilə qadınlarımızı, körpə balalarımızı vəhşicəsinə onları qətlə yetirənlərə bugün götürüb öz ölkəsinə təhvil verirsiniz. Budur haqq ədalət. Danışanda deyirsiniz ki, dünyada haqq ədalət yoxdur. Elə öz ölkəmizdə haqq ədalət yoxdur. Dünyada haqq ədalət var. Heç bir düşmən öz ölkəsinin başına, xalqının başına bu cür faciəni yaşadanlara əff etməz. Onları öz ölkəsinə təhvil verməz. Adını da qoymuşsunuz ki, iki ölkə arasında gedən sülh prosesləridir bunlar. Tüpürələrə belə sülhə. Nətər baxacaqsınız o boyda şəhid qardaşlarımızın ailələrinin üzlərinə, qazilərimizin, veteranlarımızın üzlərinə, o Xocalı soyqırımında şəhid olan o ailələrinin, yaxınlarına, əzizlərinin üzlərinə. Bu qədər də olmaz. Sülh indiki zamanəyə aiddir. Keçmiş zamanəyə aidiyyəti yoxdur. Bu insanlar bizim xalqımızın, bizim körpələrimizin, bizim hamilə qadınlarımızın, gəlinlərimizin, bacılarımızın, analarımızın həlak olmasında əlləri var. Nətər siz bunu qəbullana bilirsiniz? Mən şəxsən bir kişi kimi, bir qürurlu şəxs kimi, bir qeyrətli insan kimi mən bunu qəbullana bilmərəm. Qəbullanmıram da.